Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə musiqidən rastlaşa biləcəyiniz sualların izahını verəcəm. Gəlin, başlayaq suallarımızdan. Birinci sualımıza baxaq. İki musiqi nümunəsi təqdim olunur. Birincidə müəllif məlum deyil. İkincidə isə müəllif məlumdur, yəni bəllidir və əsər notlaşdırılmışdır. Bu nümunələr uyğun olaraq növlərə aiddir. Bu növlərə aiddir. Görək hansı növlərə aiddir? Aşıq muğam, xeyr, aşıq muğam növünə aiddir. B variantına baxaq, xalq, bəstəkar. C variantına baxaq, opera, balet. Burada opera və baletdən söhbət getmir. Kantata və romansında söhbət getmir. Doğru cavabımız B variantı olacaq. Xalq və bəstəkar. İkinci sualımıza baxaq. Müəllim dərsdə bir ifa nümayiş etdirir. İfaçı saz çalaraq qoşma formasında şeir oxuyur və bu improvizasiya edir. Bu hansı musiqi növüdür? Bu aşıq musiqi növüdür. Burada saz çalmadan söhbət gedirsə, deməli aşıq mahnısıdır. Doğru cavabımız B variantı olacaq. Şagird, üçüncü sualımıza baxaq. Vokal məşğələsində mürəkkəb melodiyanı söz olmadan ifa edir və müəllim bunun səs elastikliyini artırmaq üçün faydalı olduğunu bildirir. Bu məşq növü necə adlanır? Bu məşq növü vokaliz adlanır. Doğru cavabımız B variantı olacaq. Dördüncü sualımıza baxaq. Biraz burada yaxşılaşmayıb. Dördüncü sual. Aşıq mahnısı hansı musiqi növünə aiddir? Xalq musiqisi növünə aiddir. Beşinci sualımıza baxaq. Aşıq mahnılarının əsas müşayiət aləti hansıdır? Saz aləti. Burada doğru cavabımız D variantı. Aşıq yaradıcılığı hansı xüsusiyyətlə seçilir? Aşıq yaradıcılığı improvizasiya və şifahi ənənə ilə seçilir. Doğru cavabımız B variantı olacaq. 7-ci sualımıza baxaq. Hekayə piyesinin müəllifi kimdir? Hekayə piyesinin müəllifi Qara Qarayevdir. Doğru cavabımız A variantı. 8-ci sualımıza baxaq. İmitasiya nədir? İmitasiya eyni ritmi təkrar etmək, xeyir. Bir musiqi frazasında başqa bir səs alətində və ya səsdə təkrarlanması. Yəni təqlid etmək. Bir sözlə desək, biraz fərqli şəkildə təqlid edə bilərik. Yəni bir musiqinin ikinci səs biraz dəyişdirilmiş formada, bir balaca dəyişdirilmiş formada təqlid edə bilər. Burada məsələn kanonda var, imitasiya da var. Onları bir-birindən ayırd etmək lazımdır ki, əsasən 4-cü sinif kitabında, musiqi kitabında bəhs edilir imitasiya və kanondan. Deməli, kanon eyni musiqini eyni təkrardır. Amma imitasiyada biraz dəyişiklik formada təkrar etmək olur. Doğru cavabımız B variantı olacaq. Sevil operası neçənci ildə yazılıb? Sevil operası 1952-ci ildə yazılıb. 1953-cü ildə isə səhnəyə qoyulmuşdur. Fikri Təmirov tərəfindən. Doğru cavabımız burada B variantı. Çaşdırıcı sual ola biləcəyini götürmək xeyr. 1952-ci ildə yazılıb Cəfər Cabbarlının eyni adlı əsəri əsasında. Amma 1953-cü ildə səhnəyə qoyulub. Doğru cavabımız B variantı olacaq. 10-cu sualımıza baxaq. Uşaq piyesi məcmuəsi 8 uşaq piyesi
məcmuəsi kimindir? Elmira Nəzirovanındır. Əsasən burada xalq mahnılarından, xalq rəqslərindən istifadə edilmişdir. Doğru cavabımız D variantı olacaq. 11-ci sualımıza baxaq. 5 nömrəli Macar rəqsi kimindir? 5 nömrəli Macar rəqsi Brahmsındır. Doğru cavabımız B variantı olacaq. 12-ci sualımıza baxaq. Qoy skripkaları kökləsinlər mahnısı hansı xalqın mahnısıdır? Çex xalqının mahnısıdır. Doğru cavabımız C variantı olacaq. Aşağı sinif kitablarına nəzər yetirsəniz, orada görə bilərsiniz. Qoy skripkaları kökləsinlər mahnısı. 13-cü sualımıza baxaq. Qammanın birinci pilləsi necə adlanır? Qammanın birinci pilləsi tonika adlanır. Doğru cavabımız C variantı. 14-cü sualımıza baxaq. Yumoreska nədir? Yumoreska zarafatyana kiçik instrumental musiqi əsəridir. Daha alman bəstəkar müraciət etmişdi Yumoreskaya. Azərbaycanda Zakir Bağırov, sonra Əşrəf Abbasov, daha başqa bəstəkarlar Yumoreskaya müraciət etmişlər. Doğru cavabımız D variantı olacaq. On 15-ci sualımıza baxaq. Müəllim deyir, ritmi pozmadan mahnı oxuyun. Bu göstəriş şagirdlərdə əsasən nəyi tələb edir? Situasiya tipli sualdır. Deməli, ritm ardıcılığı saxlamağı, ritmi pozmadan mahnı oxumaq, ritmik ardıcılığı saxlamaqdır. Burada doğru cavabımız B variantı olacaq. B variantı. 16-cı sualımıza baxaq. Qoy həmişə günəş olsun mahnısının musiqisi və sözləri kimə məxsusdur? Arkadi. Doğru cavabımız A variantıdır. Musiqisi Arkadi. Sözləri Lev Oşenindir. Doğru cavabımız A variantı olacaq. 17-ci sualımıza baxaq. Zərb aləti hansıdır? Zərb aləti burada qavaldır. 18-ci sualımıza baxaq. Nəfəs aləti hansıdır? Nəfəs aləti fleytadır. 19-cu sualımıza baxaq. Simli alət hansıdır? Simli alət tar alətidir. Doğru cavabımız C variantı olacaq. Deməli, burada qaval, burada fleyta, burada isə tar. Aşağıdakılardan hansı üç hissəli quruluşdur? Deməli, A, B, A üç hissəli quruluşdur. A-lar təkrar olunur, B isə fərqlidir. Doğru cavabımız C variantı olacaq. 21-ci sualımıza baxaq. 21-ci sualımıza baxmadan öncə sizə xatırladım ki, yeni açılan qruplarımıza qeydiyyatımız davam edir. 055 280 929 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yeni açılan qruplarımızda yerlərimiz məhdud saydadır. Siz də bizim hazırlıqlarımıza qoşulun və inşallah ki, sertifikasiyanı ən yüksək nəticə ilə başa vurun. 21-ci sualımızı oxuyaq. Müəllim eyni melodiyanı əvvəl yavaş, sonra sürətli ifa edir. Sinifdə musiqinin əhvalı dərhal dəyişir. Bu situasiya nəyi göstərir? Bu situasiya göstərir ki, temp musiqinin xarakterini dəyişir. Bildiyimiz kimi temp 3 cür olur. Asta, orta və cəld templər. Ritmi göstərməyin düzgün yolu hansıdır? Ritmi göstərməyin düzgün yolu əl çalma, sayma və ritmik oxuma ilədir. Doğru cavabımız B variantı olacaq.
23-cü sualımıza baxaq. Bir şagird ifa etdiyi melodiyanın kədərli və kövrək səsləndiyini deyir. Müəllim onun ladını müəyyənləşdirməsini istəyir. Şagird hansı ladı deməlidir? Şagird minor ladım deməlidir. Doğru cavabımız C variantı olacaq. Bildiyimiz kimi major ladı şən, gümrah, amma minor ladı isə kədərli, kövrək, qəmli deyilir. Burada doğru cavabımız C variantı olacaq. 24-cü sualımıza baxaq. Situasiya tipli sualdır. Əsasən imtahanda belə suallar düşür. Müəllim 2-ci sinif şagirdlərinə Şəfiqə Axundovanın uşaqlar üçün yazdığı mahnılarını sadalamaqlarını söyləyir. Ayla deyir ki, cücələrin vətən, cücələrin bildiyimiz kimi Qəmbər Hüseynlinindir. Atilla deyir ki, Bənövşə, marş Üzeyir Hacıbəyovundur. Günel deyir ki, əziz müəllim, doğma məktəb. Ceyhun da deyir ki, üzümçülər, Qatar Fikrət Əmirovundur. Burada doğru cavabımız Günel olacaq. Əziz müəllim, doğma məktəb. Yəni C variantı. Günelin dedikləri doğrudur. 25-ci sualımıza baxaq. Marş piyesinin müəllifi kimdir? Üzeyir Hacıbəyovdur. Doğru cavabımız B variantı. Üzeyir Hacıbəyov olacaq. 26-cı sualımıza baxaq. Şagird vokal məşğələsində mürəkkəb melodiyanı söz olmadan ifa edir. Müəllim bunu səs elastikliyini artırmaq üçün faydalı olduğunu bildirir. Bu məşq növü necə adlanır? Bu məşq növü vokaliz adlanır. Doğru cavabımız B variantı olacaq. 27-ci sualımıza baxaq. Baletin əsas ifadə vasitəsi hansıdır? Rəqs və pantomimadır. Doğru cavabımız B variantı olacaq. 28-ci sualımıza baxaq. Müəllim izah edir ki, operada əbədi mətn yazılır və bəstəkar həmin mətnə musiqi bəstələyir. Bu ədəbi mətn necə adlanır? Bu libretto adlanır. Doğru cavabımız B variantı olacaq. 29-cu sualımıza baxaq. Poetik sonatanın müəllifi kimdir? Beethoven'dır. Doğru cavabımız B variantı. Sonuncu sualımıza baxaq. 30-cu sual. Türk sayağı rondo kimindir? Mozart'ındır. Doğru cavabımız C variantıdır. Doğru cavabımız C variantı. Kanalımıza abunə olmağı unutmayın ki, testlərimin davamı gəlsin. Dərslərimizə qoşulmaq üçün sizə 055 280 59 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yeni açılan qruplarımıza qeydiyyat davam edir və yerlərimiz də məhdud saydadır.